İşə qəbul zamanı dünyanın başqa ölkələrində anormal, absurd, Azərbaycanda isə normal qarşılanan məqamlar haqqında danışacağıq. Azərbaycanda qəssirindən tutmuş xadimətçisinə qədər rus və yaxud ingilis dilləri tələb olunur. Vəzifəyə, eyni zamanda şirkətə baxdığımız zaman bu dillərdən gündəlik qəti şəkildə istifadə etmir. Şirkətin rəsmi dili Azərbaycan dili olduğu halda digər dilləri istəyərək namizədin qarşısına lazım olmayan tələblər qoymaq nə dərəcədə düzgündür? Ola bilər ki, kommentlərdə məni linçləsinlər, amma yenə də deyəcəm. CV-də şəkil məsələsi. Vakansiyada CV-də şəkil olmalıdır tələbi əslində çox böyük bir diskriminasiyaya yol açır. Bilmək olmaz, bu insan əgər müştərilərlə işləyirsə, görünüşü gözəl olmalıdır. Bax, görünüşü gözəl olmalıdır dediyiniz zaman siz müəyyən diskriminasiyaya yol verməyə başlayırsınız. Çünki sənin üzünün quruluşu işinə və işini necə yerinə yetirəcəyinə mane olmalı deyil. Ən absurd məqamlardan biri vakansiyada yaş aralığının qeyd olunmağı. 25 yaşından 45 yaşına qədər. Sanki 46 yaşı olsa insanın bütün bilik bacarıqları belə uçub çıxıb gedəcək. Kiminsə yaşı çoxdursa və yaxud azdırsa, onun bilik və bacarığının az olmağı və yaxud çox olmağı anlamına gəlmir. Amma niyəsə canım ölkəmdə hələ də 45 yaşa qədər və yaxud 25 yaşdan etibarən işçilər tələbatı önəm daşıyır. Günə qədər bəlkə minlərlə vakansiyaya baxmışam konsultantlarımla birlikdə və heç bir xarici vakansiyada qadın işçi və yaxud kişi işçi tələbini görmərsən. Yəni Azərbaycanda namizəd seçilən zaman lazımsız faktorlara o qədər çox fikir verilir ki, əsas məsələ qalır kənarda. Bu insan nə bilir, təcrübəsi nədir və işi necə həyata keçirə bilər? Çox ümid edirəm ki, Azərbaycanda da artıq işə götürənlər belə lazımsız məqamlara deyil, insanların bilik və bacarıqlarına fikir verməyə başlayacaqlar.